Beyin xəstəlik xəbərlərinə necə reaksiya verir? Yoluxucu xəstəliklərlə bağlı xəbərlər təkcə narahatlıq yaratmır, həm də insanların davranış və qərarlarına təsir göstərir. Alimlər bildirir ki, insan beynində davranış immun sistemi adlandırılan psixoloji mexanizm fəaliyyət göstərir. Bu mexanizm xəstəlik təhlükəsini hiss etdikdə insanı daha ehtiyatlı davranmağa, sosial qaydalara daha ciddi əməl etməyə sövq edir. Mütəxəssislərin fikrincə Ebola, hantavirus və digər infeksiyalarla bağlı xəbərlər belə insanlarda təhlükə hissini gücləndirir. Bu mexanizm qədim dövrlərdə insanları infeksiyalardan qorumağa kömək etsə də, müasir dövrdə bəzən yad insanlara qarşı inamsızlığın və stereotiplərin formalaşmasına da təsir göstərir. Bununla belə mütəxəssislər vurğulayır ki, insanların davranışına təkcə xəstəlik xəbərləri deyil, təhsil səviyyəsi, həyat təcrübəsi, ailə və sosial mühit kimi amillər də təsir edir. Buna görə də belə xəbərləri emosiyalarla deyil, etibarlı məlumatlara əsaslanaraq qiymətləndirmək tövsiyə olunur.